Ana Dil Akademiyasının dəyərli izləyiciləri, sifətlə bağlı olan 47-ci sualın izahına baxırıq. Dünən olan şənlikdə güclə danışırdı. Nə edirdi? Danışırdı. Necə cür, nə tərzdə? Güclə. Burada tərz hərəkət zərfidir. Müəllimin dahiyənə fikirləri onu fərqləndirirdi. Fərqləndirdi kimi onu nə fərqləndirirdi? Müəllimin dahiyənə fikirləri. Burada müəllimin fikirləri üçüncü növ təyin söz birləşməsidir. Və ona söz daxil olduğu kimi dahiyənə söz daxil olub. İsimdən düzələn sözdür. Güclə, bəli, ismindən güclə tərz hərəkət zərfi düzəlib. Dahiyənə dahi sifətindən düzəldiyi üçün elə birinciyə aiddir, aya aiddir, doğrudur. İzah etdiyi söz quruluşca sadədir, homonim deyil. Deməli, biri götürürük. Biri götürürsə B, D, E variantları çıxır. Daha sonra izah etdiyi söz quruluşca sadədir, homonim deyil. Hər ikisinə aiddir. Yəni ikincidə çıxırıq. Sonra özündən sonra gələn söz quruluşca sadə olan isimdir. Deməli, 3 ortaq fikir deyil. 3 də səhvdir. Çünki özündən sonra gələn söz quruluşca sadə olan isimdir. Fikirlər isimdir, bəli, amma danışırdı feildə ortağa yox, ikinciyə, yəni B-yə aid olmalıdır. İşlənmə yerindən asılı olmayaraq sabit qrammatik mənaya malikdir, bəli, hər ikisi. Deməli, sifətdən düzəlmiş sifətdir, cümlə üzvün ifadə vasitəsi deyil. Dahi sifətlə dahiyənə sifət və cümlə üzvün ifadə vasitəsi çünki tərkibin içində verilir. Hansı sualına cavab verə bilən bu sözdə səs uzanması mövcuddur? Hansı fikirlər, dahiyanə fikirlər, dahiyanə 2 dənə uzanması var. Altını da götürürük, 1, 5, 6.